Məsələ 2. Bir qoyunu şir, canavar və tülkü 1 saata, ayrılıqda şir 2 saata, canavar 3 saata yeyərsə, tülkü qoyunu neçə saata yeyər? Əvvəlcə onu deyim ki, məsələ birgə görülən iş tipli məsələdir. İşçi hovuz tipli məsələdir. Yəni, oradakı metod ilə həll olunur. Biz tutaq ki, tülkü x saata qoyunu yeyə bilər. X saata. Və onda canavar, şir, qoyunun 1 saata hansı hissəsini, 2də 1 hissəsini yeyər 2 saata yediyindən və canavar 3 saata yeyirsə 1 saata qoyunun 3də 1 hissəsini yeyər. Tülkü x saata yeyirsə 1 saata 1 bölək x hissəsini yeyər və birlikdə 1 saata yediklərindən onda burada alınacaq 1 bölək 1 o da 1-ə bərabərdir və belə bir təliyə alınır. Buradan çıxır ki 1 bölək x bərabərdir. 1 çıxaq 2də 1 çıxaq 3də 1. Buradan da alıram. 1 bölək x bərabərdir. 6'da 6 çıxaq 3 çıxaq 2. Alırıq 1 bölək x bərabər oldu 6'da 1'ə. Buradan da alıram ki, tənasüb kimi atsaq, x bərabərdir 6 saat. Yəni, bir qoyunu tülkü x bərabərdir 6 saata yeyər. Cavab 6 saat.